Qol sınıqları var idi, ayaq sınığı var idi, qabırğa sınıqları var idi və qabırğalar ürək və ciyəri zədələmişdi. Yanvarın 1-də saat 18 radələrində gördüyünüz bu ərazidə 2008-ci il təvəllüdlü Kamal Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhluzadənin idarə etdiyi karting maşınları toqquşub. Hadisə nəticəsində Kamal Səfərli aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Deməli, hazırlıqda olan dostlarla bir yerdə dərsdən sonra əyləncə məqsədi ilə Baku City Kartingə yollanıblar. Orada olan bir iştirakçı axının əks istiqamətinə hərəkət edir. Düz bir zolaq var ki, orada sürət həddində maksimal sürətlə yığmaq mümkündür. Həmin ərazidə bir-biri ilə toqquşurlar. Toqquşma anında, yəni xanımın avtomobili sadəcə dayanır yerində, biraz sağa tərəf çəkilir. Kamalın avtomobili isə biraz havaya qalxır, sonra zərbə ilə böyürdəki qoruyucu təkərlərə dəyir və onun nəticəsində də həyatını itirir. Valideynlərə xəbər 4 saatdan sonra bildirilibdir və artıq bildiriləndə valideynlərə sadəcə zəng eləyib deyiblər ki, övladınız Respublika xəstəxanasının morqundadır.